İqloterapiya kimi uşağa yüklənir. İqloterapiya nə lazım? Toklar, iqloterapiyalar, masajlar, böyük bir aparat. Bu uşaq ağlayırdı. Nə olar o aparat mənə qoymasın? Bu ağlayırdı o aparat əlimdən. Bizim insanların da təəssüf ki, sevimli yanı aparatdır. Hamı gəlir deyir ki, aparat. Amma siz özünüz də şahidi oldunuz ki, 2 kursda biz heç bir aparat istifadə eləmədik. Sadəcə Hero Z7 mobilizasiya üçün, onurğada rotasiyanı açmaq üçün onu istifadə eləmişik və müalicə etapları reabilitasiyada, osteopatiyada gedib, yəni mənim özümün işlədiyim seanslar. Mən əsas dedim, osteopatiya və dedim, mən də Və ən şükür. çox o osteopatiya deyəndə mən özüm dedim ki, o varsa vəsə. İnşallah sıfırlanmaya doğru gedirik və səndə artıq 2-ci dərəcə yox, 1-ci dərəcəli skolyoz. Buradakı əyrilik dərəcəsi ilə. Yox, çox yaxşıdır. Ya 10 dərəcə, sırf orada 10 dərəcə düşübdür. Sizə yaxşı ki, sizi biz tapdıq. Yaxşı ki, Çox sizi yazdı. Sizin üzündəki o sadəliyindən biz hiss elədik ki, doğrudan da bu həkim. Çox sağ olun, təşəkkür edirəm. Doğrudan da savadlı həkimdir.